Salam əziz abituriyentlər və müəllimlər, xoş gördük hər birinizi. Mən Sahibə Hüseynova, Nur Akademi Tədris Mərkəzinin Azərbaycan dili və ədəbiyyat müəllimi. Sizlər üçün bu videoda Azərbaycan dili din test toplusundan sözün fonetik xüsusiyyətləri ilə bağlı olan sualları izah edəcəm. Qeyd edim ki, izahımız yeni çıxan, yəni 2025-ci il nəşri olan test toplusunun suallarıdır. Sual 1. Sözlərin birində səslərin sayı hərflərin sayından çoxdur. Yəni, səsin sayı hərfin sayından çox olmasını istəyirsə, burada səs artımı hadisəsi baş verməsini istəyir. Həyat olduğu kimi tələffüz olunur, hərflə səsin sayı bərabərdir. Sərbəst sözün sonunda s-tı, f-tı, ş-tı, x-tı ilə bitərsə və özündən sonra samitlə başlayan söz və gecə gəlsə və ya heç nə gəlməsə, tələffüzdə t-lar düşür. Sərbəst olur, sərbəst. Burada da səs düşümü var. Səs hərfin sayından azdır, çox deyil. Dostluq sözünə yenə s-tıdan sonra samit gəldiyi üçün t düşəcəkdir. Dostluq şəklində olacaqdır. Səsin sayı hərfin sayından çox yox, əksinə azdır. Müəllim sözü olduğu kimi tələffüz olunur yeni qaydaya əsasən. Ailə sözü isə ailə olur. Orada a ilə a və i saytının arasına y samit əlavə olunur və səsin sayı hərfin sayından çox olur. Ona görə doğru cavab olur C variantı. Sual 2. Sözlərdən hansında hərflərin sayı səslərin sayından bir vahid azdır? Burada da yenə hərfin sayı səsin sayının az olmasını istəyirsə, yenə səs artımı var. Yəni, səs çoxdur, hərf azdır. Qayalıq olur, qayalıq. Yəni, burada sadəcə səs dəyişməsi hadisəsi var. Hərflə səsin sayı bərabərdir. Dalğa olduğu kimi tələffüz olunur. Memar olduğu kimi tələffüz olunur. Müalicə olduğu kimi tələffüz olunur. Elmsiz 3 samit yanaşı gəldikdə arasına qapalı sayt əlavə olunur. Olur elmsiz. Burada da səsin sayı hərfin sayından çox olduğu üçün cavab olur D variantı. Sual 3. Sözlərin birində səslərin sayı hərflərin sayından çoxdur. Səsin sayı yenə hərfin sayından çox olsun, yəni səs artımı olsun. Hövsələ olduğu kimi tələffüz olunur. Hövsələ deyil, yeni qaydaya əsasən o-vöv birləşmələrində, yəni o-vövdə v düşmür. Dovğa, dovğa olmur, elə dovğa, yovşan, dovşan bu şəkildə olduğu kimi tələffüz olunur. Hökmən olduğu kimi tələffüz olunur. Hökumət olduğu kimi tələffüz olunur. Yəni sadəcə orada uzanma var, uzanma da deyiliş və yazılış arasında fərq yaratmır. Hörmətli olur, hörmətli, lıdıya keçir. Burada səs dəyişməsi var, lakin səslə hərfin sayı sayca bərabərdir. Hökümlü, yenə 3 samit yanaşı gəldiyi üçün arasına qapalı sayt əlavə olunur, olur hökümlü şəklində və burada da səsin sayı hərfin sayından çox olduğu üçün cavab olur D variantı. Sual 4. Sözlərdən birində səslərin sayı hərflərin sayından çoxdur. Yenə səsin sayı hərfin sayından çox olsun, səs artımı istəyir. Qəsd olur, qəsd. Qənd olur, qənd. Burada səs dəyişməsi var, səs artımı yoxdur. Hökümdar 3 samit yanaşı gəlibdir. Hökümdar arasına ü qapalı sayt əlavə olunacaqdır ki, doğru cavab B-dir. Çünki burada səsin sayı hərfin sayından çoxdur. Dostluq sözündə isə s-tı, f-tı, ş-tı, x-tı qaydasına görə birinci sualda da izah etdim. Orada samit gəldikdə t düşəcəkdir. Dostluq olur, l-dıya keçir, q-ya keçir, t düşür. Burada da səsin sayı hərfin sayından çox yox, əksinə azdır. Qəsb sözündə də səs artımı hadisəsi olmadığı üçün hərflə səsin sayı bərabərdir. Növbəti 5-ci sual. Səsin sayı hərfin sayına bərabərdir. Əvvəl çoxluğunu və ya azlığını istəyirsə, indi bərabər olmağını istəyir. Faciə, i-ə arasına y bitişdirici samit əlavə olunur. Olur faciə, səs artımı var. Təbiət, səs artımı var. Məhsul olduğu kimi, qaldığı kimi, yəni olduğu kimi tələffüz olunur orada. Hərflə səsin sayı bərabərdir, cavab B-dir. Bədidə i-nin biri düşür, digər uzanır. Ədəbiyyat y-nın biri düşür. Ümumiyyətlə, yadda saxlayın ki, i-ə, i-a, yaxud da a-i olduqda tərkibin içində arasına y bitişdiricisi əlavə olunur. Məsələn, i-ə, i-ə şəklində, a-i, a-i şəklində olur. Yox, əgər tərkibində müxtəlifin içində i yoxdursa, bu zaman tələffüz olduğu kimi qalır. İstisna olaraq o-e birləşməsi var. O-e tələffüzdə a-i olur. Poema, poema. Bir də riayət sözü istisnadır ki, baxmayaraq riayətdə i-a var, burada heç bir fərq yoxdur. Yəni, riayət olunur. Riayət olduğu kimi tələffüz olunur. Bunları da yadda saxlayın. Sual 6. Hansı sözlərdə səslər hərflərin sayından bir vahid azdır? Yəni, səs azalması olsun. Üstdə olur üstdə, çünki s-tı var, samit var, t düşür. Qələbə olduğu kimi, vətən olduğu kimi tələffüz olunur. Təbrik olduğu kimi tələffüz olunur. Yenə s-tı var, samit var, t düşəcək olacaq turistlər. Şəkil olduğu kimidir, lüğət olduğu kimi. Dostluq yenə s-tıdan sonra samit var, t düşür. Sərbəstlik, s-tıdan sonra yenə samit gəldiyi üçün t düşəcəkdir. Səs düşümü istəyirdi bizdən 1-də, 5-də, 8-də, 9-da var. 1, 5, 8, 9, 1, 5, 8, 9 olur A variantı.
Sual 7. Adiləşmək sözünün fonetik xüsusiyyəti ilə bağlı səhvi müəyyənləşdirək. Adiləşmək sözü tələffüz olunur adiləşmək şəklində. Söz sonundakı Q ilk səsini verir və birinci hecada uzanma var. Baxaq, vurğu sözün son hecasındadır. Adiləşmək. Vurğu dedikdə yazı üzərində qoyuruq. Bu düzdür. Ahəng qanununa tabi deyil. A, I. Biri qalının birincədir. Bu da düzdür. İlk sait uzun tələffüz olunur. A uzun tələffüz olunub. Düzdür. Uzanma dedikdə tələffüzə baxırıq. Tərkibində G cingilti samitin kar qarşılığı var. G-nin kar qarşılığı K-dır. Biz sait samit dedikdə tələffüzə baxmalıyıq. Yazı üzərinə baxa bilmərik. Baxırıq ki, tələffüzdə də K samiti yoxdur. Ona görə səhv cavab D-dədir. 2 qarşılığı olmayan samit işləmişdi. Yenə baxırıq tələffüzə. L və M-nin qarşılığı yoxdur. Digərlərinin isə qarşılığı var. Bu da doğrudur. Yanlış istənildiyi üçün doğru cavab olur D variantı. Sual 8. Bənövşə. Yeni qaydaya əsasən övlərdə dəyişiklik yoxdur. Bənövşə olduğu kimi tələffüz olunur. Baxaq, tərkibində dodaqlanan sait yoxdur. Yanlışdır. Ö dodaqlanan saitdir. Bənövşə olduğu kimi tələffüz olunur. Bəzi məqamlarda tələffüzə baxırıq. Sait, samit, daha sonra qalın, ince, açıq, qapalı, kar, cingiltili, uzanma. Bunların hər birinə tələffüz üzərində baxırıq. Heca, vurğu, ahəng qanunu, hərf, say dedikdə isə yazıya baxırıq. Tərkibində dodaqlanan sait yoxdur fikri deməli səhvdir, la variantı səhvdir. Çünki bənövşə sözündə dodaqlanan sait ilə ö saiti var. Səhv istədiyi üçün A variantıdır. Saitlərin heç biri uzun tələffüz edilmir, doğrudur. Bənövşədə uzanma yoxdur. Yazılışı deyişi fərqlənmir, düzdür. Saitlərin hamısı açıqdır. Ə, ö, ə, hər üçü açıqdır, düzdür. Saitlər incədir, bu da doğrudur. Yanlış olur A variantı. Sual 9. Şərqşünas olur şərqşünas şəklində. Səhv istəyir. 3 hecalı sözdür. Heca dedikdə yazıya baxırıq. 3 sait var. Ə, ü, a. Deməli 3 hecalı sözdür. Yəni 3 sait hərfi var. Bu doğru fikirdir. Sözdəki q samitinin kar qarşılığı k-dır. Sözdəki deyəndə biz tələffüzə baxırıq və görürük ki, sözdə q samiti yoxdur. Baxın, bunda transkripsiyada tələffüz qaydası üzərində verib. Biz də tələffüzə baxırıq ki, tələffüzdə q samiti yoxdur. Daha doğrusu bizdən yazır sözdəki q samiti, sözdə q samiti yoxdur. Biz tələffüz üzərinə baxmalıydıq. Ona görə cavab olur B bəndi. Ahəng qanunu pozulmuşdur. Ü, A var, doğrudur. Saitlərdən ikisi açıqdır. Ə, A açıq, Ü qapalıdır, düzdür. Hərflərlə səslər sayı bərabərdir. Bu da doğru fikirdir. Növbəti 10-cu sual. Füzuliyanə. Burada 2 uzanma var, başqa bir fərq yoxdur. Ahəng qanunu gözlənilmir. Bu düzdür. U, Ü. Biri qalın birincədir. 5 hecalı sözdür. 1, 2, 3, 4, 5 sait var. Yəni sait hərf var. Bu düzdür. Yazılışı deyilişi fərqlənmir. Düzdür. 1 uzun tələffüz olunan yox, 2 uzun tələffüz olunan sait var. Füzuliyanə. Həm U-da, həm də A-da uzanma var. Səhv olan D-dir. Sözdə həm cingiltili, həm kar var. F deməli burada kardır. Məsələn, Z cingiltili, L cingiltili, Y cingiltili, N cingiltili. Həm kar, həm də cingiltili samit var. Bu da doğruydu. 11-ə baxaq. Məzuniyyət sözünün fonetik xüsusiyyəti ilə bağlı səhvi bizdən istəyir. Məzuniyyət, Y-nın biri düşür. Məzuniyyət və uzanma var. Söz cingilti samitlə başlayıb kar samitlə bitir. Tələffüz üzərində baxsaq, məzuniyyət, uzanma var və Y düşür. M ilə başlayır, T ilə bitir. Kar cingilti deyikdə tələffüz üzərinə baxırıq və baxırıq ki, həqiqətən də M cingiltili, digəri isə kardır. Deməli, T kardır. Deməli, bu doğru fikirdir. Saitlərdən bir uzun tələffüz olunur. Ədə uzanma var. Doğrudur. Sözdə hərf və səsin sayı bərabər deyil. Doğrudur. Səs azdır. Sözdəki 4 samitin qarşılığı var. Tələffüzə baxırıq. M-nın qarşılığı yoxdur. Biri Z-dır. N-nın qarşılığı yoxdur. Biri Y-dır. Biri də T-dır. Sözdə 3 samitin qarşılığı var. 4-ünün yox. Çünki qoşa Y-lardan biri tələffüzə düşmüşdür və biz də tələffüz üzərinə baxırıq. Yazı üzərinə baxa bilmərik. 4-ünün yox, 3-ünün qarşılığı olduğu üçün D-ni götürürük. Yəni, səhv fikir D-dədir. Vurğu sonuncu hecəyə düşür. Məzuniyyət, bəli, vurğu sondadır. Bu da düzdür. Sual 12. Zəhimli sözünün fonetik xüsusiyyəti ilə bağlı səhv fikri müəyyənləşdirək. Zəhimli yazılır, zəhimli tələffüz olunur. 3 samit yanaşı gəldikdə arasına qapalı sait əlavə olunur. Ahəng qanuna tabidir. Ə, I. Bu doğrudur. Həm açıq, həm qapalı sait var. Açıq sait ə, qapalı sait i, düzdür. Hər 3 hecanın tərkibində necə sait var? Axı söz 3 hecalı deyil. Söz zəhmli 2 hecalıdır. Zəhm 1, li 1. 3 hecanın tərkibində necə sait var? Fikri səhvdir. Çünki biz heca deyəndə tələffüzə yox, yazıya baxırıq. Yazıda 2 hecalı olduğu üçün səhv fikir C-dədir. Vurğusu ikinci hecadadır. Zəhimli, düzdür. 3 samitin qarşılığı yoxdur.
Hımılı. Doğrudur. Sait samit dedikdə tələffüzə baxmış olursunuz. Və səhv olan cavab oldu C-də. Sual 13. Qayalıq olur qayalıq, çiçəklik olur çiçəklik. 2 dənə i səsi var burada. Ortaq deyil. Saitlər uzun tələffüz olunmur, düzdür. Heç birində uzanma yoxdur. Bu ortaqdır. Yazılışı tələffüz arasında bir fərqli məqam var. Ortaq deyil. Çiçəklik sözündə 2 fərqli məqam var. Qayalıq sözündə bir fərqli məqam var. Elə ortaq olmayan B-dir. Ahənc qanunu gözlənilmişdir. Hər ikisi tabidir. 3 hecalıdır. Hər ikisi 3 hecalıdır. Yalnız 1 smt inkar qarşılığı yoxdur. Tələffüz üzərində baxsaq, L-nın qarşılığı yoxdur. Burada da L-nın qarşılığı yoxdur. Bu da hər ikisi haqqında ortaq fikirdir. Yanlış olan olur B bəndi. 14. Hansı sözdə səs və hərflərin sayı bərabərdir? Dialoq olur, diyaloq arasına y girir və burada səs hərfin sayından çoxdur. Rübai olur, rübai, ai arasına y girir, olur, səsin sayı artıq olur. Dostluqda t düşür, səs azalması olur, səsin sayı azdır. Təəssüfdə ə düşür, biri düşür, digər uzanır və burada da səs azalması var, səs hərfdən azdır. Lakin şücaət, qiraət, qənaət, bəraət, itaət bu tip sözlərdə olduğu kimi tələffüz olunur. Sadəcə uzanma var. Uzanma da fərq yaratmadığı üçün doğru cavab olur E variantı. Yəni şücaət sözündə sadəcə uzanma var. Hərflə səsin sayı bərabərdir. Sual 15. Hansı sözdə səslərin sayı hərflərin sayından azdır? Səsin sayı hərfin sayından az o zaman olur ki, səs düşümü baş verir. Məşhur olduğu kimi tələffüz olunur. Sual olduğu kimi, dövran olduğu kimi, təhkiyə. Yeni qaydaya görə təhkiyədə təhkiyə ediblər k-nı gö kimi. Amma hələ bu qayda məktəb dərsliklərində və kitablarda təsdiq olunmadığı üçün hələ ki köhnə qayda üzərindən təhkiyə şəklində tələffüz olunur. Amma bu qaydada bir dəyişiklik ediblər. Yəni hər hansı bir sualda rastınıza çıxsa bu şəkildə. Bilin ki, yeni qayda belədir. Amma hələ təhkiyə şəklində yadınızda saxlayın, çünki qayda məktəb dərsliklərində öz əksini tapmayıbdır. Bəşəriyyət sözündə də, yəni k-yə keçsə də, keçməsə də səslə hərfin sayı bərabərdir. Burada səsin sayı hərfin sayından az deyil. Bəşəriyyətdə y düşür. Yadda saxlayın ki, iyyət, iyyat, iyyə, iyyə daxilində olarsa qoşa y-lardan biri düşür. Digər məqamlarda düşmür. Niyyət sözdə istisna sözdür. İyyətin içində, yəni niyyətdə, iyyət daxilində olsa belə düşmür. Yerdə qalan iyyət, iyyat, iyyə, iyyə daxilində y-lar düşür. Bəşəriyyətdə də y düşür. Səsin sayı hərfin sayından az olduğu üçün, elə tələb də bizdən onu istədiyi üçün şərtdə cavab olur E variantı. Yəni şərtdə bunu istəyirdi bizdən. 16. Səsin sayı hərfin sayından azdır. Yenə səs düşümü istəyir bizdən. Dövrə olduğu kimi, rəis olur, rəis, səs artımı var. Müayinə olduğu kimi, dəhşət olduğu kimi, əl-açıqda isə i düşür. Əl-açıq olur, əl-açıq, əmioğlu, əmoğlu, əmi qızı, əm qızı. Bunlarda sait düşür və səsin sayı hərfin sayından az olan cavab D-də olur. Mətbəə sözünün fonetik xüsusiyyətlə bağlı səhv istəyir bizdən. Ənin biri düşür, digəri uzun tələffüz olunur. Vurğu sözün son hecasındadır. Mətbəə, bu düzdür. Yazılışı deyilişi fərqlidir. Yəni yazı üzərində qoymalıyıq vurğunu. Yazılışı deyilişi fərqlidir, bu da düzdür. Qarşılığı olmayan cingilti samit işlənmişdir. M işlənib, düzdür. Hərflərlə səsin sayı bərabər deyil, düzdür. Çünki orada hərflə səsin sayı, səsdə düşmə olduğu üçün hərflə səsin sayı bərabər deyil. Səs bir vahid azdır. 3 eyni sait səs var. Biz tələffüzə baxırıq. Tələffüzdə də mətbəə sözündə ə, 2 dənə ə var. Artıq 3-cü ə düşmüşdür axı və sait səs deyildir. Tələffüzə baxdığımız üçün görürük ki, tələffüzdə 2 sait var, 3 yox. 3 olduğu üçün yanlış olan E variantı olur. Məşğuliyyət sözünün fonetik xüsusiyyətlə bağlı səhv istəyir. Y düşür, məşğuliyyət olur. 2 açıq, 2 qapalı sait var. UI qapalı, ə açıqdır, bu düzdür. Yazılışı deyişi fərqlidir, düzdür. Y düşür, vurğu 4-cü hecanın üzərinə düşür. Məşğuliyyət düzdür. 5 cingiltili samit səs var. M cingiltilidir. G cingiltili, L cingiltili, Y cingiltili. 5 yox, 4 cingiltili var. Çünki digər Y düşmüşdü və biz də tələffüz üzərinə baxsaq, görərik ki, Y orada 1 Y-dır, yəni 2 Y yoxdur. Ona görə 5 yox, 4 cingiltili samit var. Cavab D variantıdır. Söz kar samitlə bitir, T ilə bitir, bu da doğrudur. Kar cingiltili, açıq qapalı, dodaqlanan, dodaqlanmayan, sait səs dedikdə mütləq tələffüzə baxın. Yazı üzərinə baxsaz, testiniz səhv çıxacaq. Sual 19. Olmaya tələffüz olunur, olmuya, A-U-ya keçir. Səhv istəyir. Ahənc qanunu gözlənilir. Düzdür, hamısı qalındır. 2 açıq sait var. Açıq sait, O və A var. Düzdür, U qapalıdır. Vurğu sözün son hecasının üzərinə düşür. Olmuya. Xeyr, vurğu birinci hecaya düşür. Mankar şəkilsi olduğu üçün vurğu əvvələ düşür. Olmaya.
Elə səhv olan C-dir. Samitlərdən yalnız birinin kar qarşılığı var, Y-nın qarşılığı var, düzdür. Saitlərdən biri dodaqlanmayan, ikisi dodaqlanandır. U və O dodaqlanır. Biz tələffüzlərinə baxırıq sait samit dedikdə. A isə dodaqlanmayandır. Bu da düzdür. Doğru cavab olur C variantı. Sual 20. Bucaq ölçən sözü olur, bucaq ölçən şəklində. Sait gəldiyi üçün qığıya keçir. Kar cingilti samit cütlü işlənmişdir. Baxaq, C var. Qarşılıq deyəndə B, P, D, T, G, K, C nəzərdə tutulur. Burada da Ç qarşılıq təşkil edən samitlər var. Cingilti samitlə başlayıb cingilti ilə bitir. Bu ilə başlayır, N ilə bitir. Bu da hər ikisi cingilti olduğu üçün düzdür. Həm açıq, həm qapalı sait var. U qapalıdır, A açıqdır, düzdür. Q samiti deyir. Kar samiti cingilti qarşılığıdır. Sözdə Q samiti yoxdur axı. Biz tələffüz üzərinə baxırıq və tələffüzdə də qığıya keçdiyi üçün deyə bilmərik ki, sözdə Q samiti var. Səhv olan D-dir. 5 cingiltili B, C, G, L, N cingiltili. Ç da kar samiti olduğu üçün bir kar samiti var fikri də doğrudur. Yanlış cavab olur D variantında. Sual 21-ə baxırıq. Brilliant sözünün fonetik xüsusiyyəti ilə bağlı düzgün fikri müəyyən edin. Brilliant yazılır, elə brilliant da tələffüz olunur. Tələffüzündə heç bir fərq yoxdur. Ahənc qanunu gözlənilir. Səhvdir. İ incə, A qalın olduğu üçün bu yanlış fikirdir. Bütün samitlər cingiltilidir. Burada T kar samiti yanlış fikirdir. 3 hecalı sözdür. Brilliant sözü 2 sait hərf var. Yanlış fikirdir. 3 hecalı yox, 2 hecalıdır. Deyilişi, yazılışı fərqlənmir. Doğrudur. Brilliant yazılır, brilliant da tələffüz olunur. Brilliant olmur. Yəni arasına i daxil olmur. Doğru olan D variantındaydı. Vurğu ilk hecadadır, yanlışdır. Brilliant vurğu son hecadadır. Sual 22. Üzürlü sözünün fonetik xüsusiyyəti ilə bağlı səhv fikri müəyyənləşdirək. Tələffüz olur üzürlü şəklində. Arasına bir qapalı sait əlavə olunur və L-rıya keçir. 3 sait 2 heca var. Sait olaraq ü, çünki biz tələffüzə baxırıq, doğrudur. 2 heca var, üzürlü. Heca da deyəndə yazıya baxırıq. Bu doğru fikirdir. Hərf və səslərin sayı bərabər deyil, bəli, çünki səs artımı var. Ahənc qanunu gözlənilibdir, düzdür. Yalnız ü-lər, incələr var. R və L samitlərin kar qarşılığı yoxdur, səhvdir. Çünki biz sait samit dedikdə tələffüzə baxırıq və görürük ki, tələffüzdə L yoxdur. Tələffüzdə sadəcə R-dır. R və L samitlərin kar qarşılığı yoxdur yazıbdır. Yanlışdır. Tələffüzdə L olmadığı üçün D bəndi cavabdır. Kar samit yoxdur. Baxaq, üzürlü sözündə R, bəli. Z, R, kar samit yoxdur, hamısı cingiltidir. Bu da doğrudur. Yanlış olan cavab olur D variantı. 23. Meeting olur, meeting tələffüzdə QK-ya keçir. 2 hecalı sözdür, bu düzdür. M, N, Q cingilti samitlərdir, səhvdir. Çünki sözdə biz tələffüz üzərinə baxırıq. M var, T var, N var, K var. Q yoxdur, axı Q tələffüzdə deyil, yazıdadır. Biz də kar cingilti samit soruşduqda tələffüzə baxırıq, yazıya yox. Tələffüzdə də Q olmadığı üçün yanlış cavab B-dədir. İ incə qapalı dodaqlanmayan saitdir, bu doğrudur. Vurğu ilk hecanın üzərinə düşür. Meeting, bu da doğrudur. Ahənc qanuna tabidir. Meeting incə saitlər var, bu da doğrudur. Yanlış cavab olur B bəndi. Sual 24. Munis sözünün fonetik xüsusiyyəti ilə bağlı səhvi istəyir. Birinci sait səs deməli, sait səs uzun tələffüz olunur. Munis, bu doğrudur. 2 hecalı sözdür, bu da doğrudur. Ahənc qanunu gözlənilmir. Doğrudur. U qalın incədir. 2 samit səsin qarşılığı yoxdur. Munis sözündə M-nı doğrudur. Sözün deyilişi və yazılışı fərqlənir, yanlışdır. Sadəcə uzanma fərq yaratmır. Ona görə səhv olan E variantı olur. Alim, elan, bunlarda da uzanma var, amma sözün deyilişi və yazılışı arasında uzanma fərq yaratmadığı üçün deyilişi və yazılışı fərqlənməyən sözlərdən sayılır. Küskünlük sözü küs-gün-nük şəklində tələffüz olunur. L-nıya keçir, K-ya keçir, K söz sonundakı iki keçir. Kar qarşılığı olmayan samitlər işlənmişdir. Kar qarşılığı olmayan söhbət L-M-N-R-dan gedir ki, burada N-nı kar qarşılığı olmayan bəli, cingilti samitlər işlənibdir. 3 kar, baxaq, tələffüz üzərində baxırıq. S kardır, K kardır, İ kardır. 3 kar, N, G cingiltilidir. Bu doğru fikirdir. Sözdə samit cütlüyü yoxdur. Baxaq, K, kardır, G cingiltilidir. Kar samit cütlüyü dedikdə B, P, D, T, G, C nəzərdə tutulur ki, K, kar cingilti samit cütlüyü yoxdur deyir. Səhvdəsində var. Vurğu sonuncu hecanın üzərindədir. Küskünlük, bu da doğrudur. Səs fərqlərinin sayı bərabərdir. Bu da doğrudur. Yanlış cavab olur C variantı.
Növbəti sual 26-ya baxırıq. Təşəbbüs sözünün fonetik xüsusiyyəti ilə bağlı doğru fikri müəyyən edin. Təşəbbüsdə qoşa bığlarda heç bir fərq yoxdur. Baxaq, təşəbbüs şəklində tələffüz olunur. Doğrudur, elə cavab A variantıdır. Vurğu ikinci hecadadır. Təşəbbüs yanlışdır, vurğu sondadır. 4 kar, t, ş, s, kar, 3 kar, 2 cingiltili samit var. Amma 4 kar, 1 cingiltili samit yazdığı üçün səhvdir. Qoşa samitlərdən biri p şəklində tələffüz olunur. Səhvdir, bunlar olduğu kimi qalır. Kar cingiltili samit cütlü işlənmişdir. T-nın qarşılığı d-dır, d yoxdur. B-nınki p-dır, p yoxdur. Kar cingiltili samit cütlü işlənmişdir. S-nınki deməli S-nınki z-dır, R-nınki ş-dır. Heç bir qarşılıq təşkil edən samitlər də işlənmədiyi üçün Y variantı deyil. Doğru cavab olur A variantı. Sual 27. Ədalətlə sözünün fonetik xüsusiyyəti ilə bağlı səhv fikri müəyyən edin. Ədalətlə tələffüz olunur. Ədalətlə şəklində. Hətta uzanma da var. Ədalətlə. Ədalətlə sözündə. Ahənc qanunu pozulubdur. Bu doğrudur. Ə incə, A qalındır. Sözdə hərf və səsin sayı bərabərdir. Yanlışdır. Çünki lənlə olub. Səs artımı var. Səsin sayı hərfin sayından çoxdur. Yəni bərabər deyil. Cavab B-dir. 4 cingiltili bir kar samit var. Tələffüz üzərinə baxırıq. D, L, N cingiltilidir. 4 cingiltili, T isə kardır. Bu doğrudur. Sözdə vurğu 3-cü hecanın üzərindədir. Ədalətlə, bəli, vurğu 3-cü hecadadır. 4 hecalıdır. Ədalətlə, düzdür. 2-ci hecada uzanan sait var. Ədalətlə, bəli, burada əslində uzanmanı yanlış qoyduq. Ədalətlədir, ədalətlə deyil. Ədalətlə, uzanma 2-dədir, bəli. Burada da 2-ci hecada uzanan sait var fikirdə doğrudur. Yanlış cavab olur B variantında. Sual 28. Demokratiya sözünün fonetik təhlili ilə bağlı səhv istəyir bizdən. Demokratiya olur demokratiya, o aya keçir. 4 cingiltili 2 kar samit var. Və burada cingiltili samit D, M, R, Y. 4 cingiltili var. T və K isə kardır. Bu doğru fikirdir. Həm açıq, həm qapalı sait var. Demokratiya I qapalı, A açıqdır. Bu doğrudur. Dodaqlanan sait yoxdur. Demokratiya doğrudur. Deyilişi, yazışı fərqlənmir, səhvdir. Axı o A kimi tələffüz olunur. Səhv olan D-dədir. Ahənc qanunu pozulmuşdur. Bəli, A və I var. Birinci, biri qapalıdır. İttihamnamə sözünün səhvini soruşur. İttihamnamə. Burada T-dıya keçir tələffüzdə və uzanma var. Yazışı tələffüzü fərqlənmir. Səhv cavab budur. Çünki T-dıya keçir tələffüzdə. Yazış tələffüzü fərqlənmir. Fikirdə səhvdir, fərqlənir. Səslə hərfin sayı bərabərdir. Düzdür. Ahəng qanunu pozulmuşdur. İ-A var. Düzdür. Vurğu sözün son hecasındadır. İttihamnamə sondadır. Bu da düzdür. Sözdə uzun tələffüz olunan sait var. Bu da düzdür. Təvəllüd olur təvəllüd şəklində söz sonunda D-tıya keçir. Düzgün soruşur. V və D samitləri D cingiltilidir. Axı sözdə D samiti yoxdur. Biz tələffüzə baxırıq. Bu səhvdir. 3 samitin kar qarşılığı yoxdur. L-nın kar qarşılığı yoxdur. Lakin V-nın kar qarşılığı var. Ona görə bu da səhvdir. Samit səslərinin ikisi kar. T, kar. 3-ü cingiltilidir. Doğrudur. V, L cingiltili, T kardır. Doğru cavab C-dir. Yalnız açıq saitlər var. Səhvdir, Ü qapalı saitdir. Birinci hecadakı əl saiti uzun tələffüz olunur. Təvəllüd, xeyr, təvəllüd demirik ki, birincidə uzanma yoxdur. 31. Fikirlərin üçüncü uyğun gələn söz hansıdır? Yazışı, deyilişi fərqlənmir. Daha sonra ahəng qanuna tabe deyil. Tərkibində uzun tələffüz olunan sait yoxdur. Ahəng qanuna tabe deyil dediyinə görə biz bankomatı, blokadanı götürə bilmərik. Çünki bunlar hər ikisi ahəng qanuna tabedir. Yazışı, deyilişi fərqlənmir deyir. Bəhanə, dayə, dizayner. Heç birində fərq yoxdur. Ahəng qanuna tabe deyil, hər üçü də tabe deyil. Tərkibində uzun tələffüz olunan sait yoxdur. Bəhanə sözündə uzanma var. Deməli, C variantı da ola bilməz. Dayə sözündə də uzanma var. Dayə. Burada da uzanma olduğu üçün götürməyəcəyik. Amma dizayner, yazılış, deyilişi fərqlənmir, ahəng qanuna tabe deyil və tərkibində uzun tələffüz olunan sait yoxdur. Buna görə doğru cavab olur D variantı. 32. Morfologiya yazılır, morfologiya tələffüz olunur, səhv istəyir. 3 cingiltili samitin qarşılığı yoxdur. M-nın, R-nın, L-nın. Bu doğru fikirdir. Hərf və səsin sayı bərabərdir, bəli. Heç bir səs düşmə, səs artımı yoxdur. Ahəng qanunu pozulmuşdur. İ, incə, A qalın, düzdür.
Vurğu ikinci hecanın üzərinə düşür. İyə vurğu qəbul etmir. İyadan həmən əvvələ düşür. Loya düşür. Yəni 2-yə yox 3-ə düşür. Səhv olan D-dir. Bir kar samitin cingiltili qarşılığı var. Kar samitlərdən F kar samiti və onun cingilti qarşılığı var ki, o da V-dır. Düz fikir idi. Səhv istədiyi üçün cavab olur D variantı. Həcmli sözü ilə bağlı düzgün. Həcimli yazılır. Həcimli yazılır, həcimli tələffüz olunur. Arasına i qapalı sait əlavə olunur. Bir açıq, bir qapalı sait var. Bu səhvdir, çünki 2 qapalı sait var. Tələffüzə baxırıq sait samit dedikdə. Daha sonra bir kar 2 cingiltili samit işlənmişdir. Y variantında yazıb 2 hecalı sözdür. Doğru fikir budur. Çünki həcmli 2 və 2 hecalıdır. Digər variantlara baxsaq, yazılışı, delişi fərqlənmir, fikri səhvdir, fərqlənir. 3 samit yanaşı işləndiyi üçün vurğu ilk hecanın üzərindədir, səhvdir, həcmli vurğu sondadır. Sadəcə kar cingilti samitlərin sayına baxaq. Həcmlidə H cingilti kar, C, M-lı cingiltilidir. Yəni 1 kar 3 cingiltili samit var. Burada isə 1 kar 2 cingiltili yazdığı üçün bu da səhvdir. Doğru cavab oldu E variantı. Mənfəət sözü ilə bağlı doğrunu soruşur. Mənfəətdə ənin biri düşür, digərisi uzun tələffüz olunur. Hərf və səsin sayı bərabər deyil, bu düzdür. Vurğu üçüncü hecəyə düşür, mənfəət sona düşür, bu doğrudur. 2 açıq, dodaqlanmayan, açıqdır, dodaqlanmayandır, incə sait işlənmişdir, doğrudur. 2 hecalıdır, yox, 3 hecalıdır. Kar qarşılığı olmayan 3 samit var. Kar qarşılığı olmayan 2 samit var. M və N. 3 yox. Bu da səhvdir. Düz olan 1, 2, 3 B variantı olur. Bəstələyir olur, bəstəliyir. Bəstəliyir şəklində. Tərkibində uzun tələffüz olunan sait var. Bəstəliyir. Yanlışdır. 1 qapalı, 3 açıq sait, 3 açıq incə sait işlənmişdir. Bəstəliyir. 1 qapalı yox, 2 qapalı var. 2 də yanlışdır. Deyilişi və yazılışı arasında 2 fərqli məqam var. Bəli, T-dıya keçir, ə-də i-yə keçir. Biri 3-dür. 4 hecalıdır, düzdür. Ahəng qanuna tabidir, düzdür. 3, 4. 4 cingiltili B, D, L, Y, R. Bir kar samit var. Burada 4 cingiltili 2 kar yazıb əksinə. 4 yox, 5 cingiltili 1 kar samit var. Bu da səhv. Doğrunu istədiyi üçün cavab 3, 4 olur. A variantı. Müəllim sözü yeni qaydaya əsasən olduğu kimi tələffüz olunur. Müəllim sözü haqqında səhv istəyir. Vurğu ikinci hecanın üzərindədir. Müəllim demirik ki, müəllim vurğu sondadır, üçüncü hecadadır. Səhv fikir adadır. Ü incə dodaqlanan qapalı, i incə dodaqlanmayan saitlərdir. Bu düzdür. 3 hecalıdır. Müəllim. Bu da düzdür. M-lı cingilti samitlərdir. Müəllim olduğu kimi tələffüz olunur və M-lı var tələffüzdə. Bu da düzdür. İncə saitlərin ahəngi gözlənilir. Bu da düzdür. Səhv cavab olur A variantı. 37. Etibar uzanma var idi. Səhv istəyir. Saitlərdən bir uzun tələffüz olunur, düzdür. 3 hecadan ibarətdir. Etibar, düzdür. 6 hərf 6 səs var, düzdür. Saitlərdən ikisi incə, deməli E incə, biri qalındır, A qalındır, düzdür. Vurğu birinci hecəyə düşür, səhvdir. Etibar demirik ki, etibar. Vurğu sona düşür. Yanlış olan E variantı. Məişət tələffüzdə olur, məişət. Əylə i-nin arasına y samit əlavə olunur. Baxaq, ş, t, kar, məişət, ş, t. Y, m cingilti samitlərdir, bu düzdür. 3 hecalıdır, düzdür. Ə, i, ə, 3 sait var. Hərf. Vurğu üçüncü hecəyə düşür, məişət, bu da düzdür. Ə incə dodaqlanmayan, açıq, i incə dodaqlanmayan qapalı saitdir. Düzdür. Bütün hecalar samitlə bitir. Məişət. Səhvdir. Çünki ikinci heca yalnız bir saitdən ibarətdir. Səhv olan E variantı. 39. Hansı cərgədə bütün sözlərdə hərflərlə səsin sayı bərabərdir? Qonaq olur, qonaq. Müasir olur, müasir. Qovun. Bədidə i-nin biri düşür. Səs hərfdən azdır. Bu getdi. Təəssüfdə ə düşür. Səs hərfdən azdır. Bu da getdi. Zəifdə arasına y daxil olur. Səs hərfdən çoxdur. Bu da gedir. Məftil olduğu kimi, müalicə olduğu kimi, hökümdar. Bunun arasına ü girir, hökümdar olur, hökümdar. Səs artımı var, səs artıqdır. Mötəbər, ilğım, 8 şəkil. Bunlarda isə səslə hərfin sayı bərabər olduğu üçün cavab olur E variantı. Sual 40. Odlamaq sözünün fonetik xüsusiyyəti ilə bağlı səhv istəyir. Odlamaq olur, oddamaq şəklində l-dıya keçir 40-ya. D-m cingiltili x kar samitdir, bu düz. Yalnız açıq saitlər işlənmişdi, odlamaq düz.
Odlamaq şəklində tələffüz olunur. Səhv odlamaq olmalıdır. Səhv olan C-dir. O, A qalın açıq saitlərdir. O və A. Bəli, həm qalın, həm açıq saitlərdir. Düzdür. Qalın saitlərin ahəngi gözlənilmişdir. O, A. Bu da düzdür. Yanlış olan cavab olur C variantı. Sual 41-ə baxırıq. Cavanlaşmaq sözünün fonetik xüsusiyyəti ilə bağlı səhv fikri müəyyənləşdirək. Gəlin əvvəlcə sözün tələffüzünü yazım. Cavanlaşmaqda L-niyə keçir, G-da X-ya keçir. Çünki N-lı samit yanaşı gəldikdə L-niyə keçir. Olur cavanlaşmaq şəklində. G söz sonunda X-ya keçir. Baxaq. Yalnız qalın açıq saitlə işlənmişdir. Düzdür. A işlənib. A da qalın və açıqdır. Deyilişi yazışında fərq var. Düzdür. Burada L-niyə, G isə X-ya keçibdir. 2 N samiti var. Tələffüzə baxmalıyıq təbii ki. Cavanlaşmaq düzdür. Vurğu 4-cü hecadadır. Cavanlaşmaq sondadır. 4-cü hecadadır. Düzdür. Y samitin kar qarşılığı ilə bitir. Y-nın kar qarşılığı İ səsidir. Lakin sözün sonu X ilə bitir. İ-lə yox. Yanlış cavab elə E-də olur. Sədirlik sözün tələffüzünü yazaq. Sədirlik olur. 3 samit yanaşı gəldikdə olacaqdır arasında qapalı sait əlavə olunmur. Eyni zamanda r-lı yanaşı gəldikdə r olur. Q-da İ səsini verir. 2 kar 3 cingiltili samit var. Tələffüzə baxırıq. S və İ kardır. R-dır cingiltilidir. Bu doğru fikirdir. 1 incə açıq. Deməli, Ə incə də açıqdır. 2 incə qapalı sait işlənmişdir. Tələffüzə baxırıq. İ qapalı və incədir. Ə isə açıq və eyni zamanda incədir. Bu doğru fikirdir. 2 hecalıdır. Sədirlik. Heca deyəndə yazıya baxırıq, düzdür. 3 sayt səs işlənmişdir. Ə, İ, tələffüzə baxırıq, düzdür. Samitlərdən ikisi yazılışına fərqli tələffüz olunur. Sədirlik, L-r, K, İ səsi tələffüz olunur, düzdür. 2 müxtəlif cingiltili samitin kar qarşılığı yoxdur. 2 samitin qarşılığı yoxdur, düz olar. Amma 2 müxtəlif cingiltili samitin kar qarşılığı yoxdur, səhvdir. Çünki r eyni samit axı, fərqli samit deyil. Yəni, burada tələffüz üzərində baxmaq lazımdır. Yazı üzərində baxsasa doğru qəbul edərsiniz, amma yanlışdır. Çünki biz sait samit dedikdə tələffüzə baxmalıyıq, yazıya yox. Müxtəlif yox, eyni olmalıydı burada. Yəni, yanlış cavab E variantındadır. Tərəf bizdən də yanlışı soruşurdu. Tərəfkeşlik olur tərəfkeşlik şəklində L-dıya keçir. Ümumiyyətlə, S-lı, Z-lı, T-lı yanaşı gəldikdə bu zaman L-lar D-ya keçir. Və tərəfkeşlik sözü olur tərəfkeş dik şəklində L-dıya keçir. Söz sonunda K, İ olur. Keş və kar şəkilçilərdə fərqli tələffüz olunur. Zəhmətkeş, sənətkar, kar və keş şəkilçiləri olduğu kimi tələffüz olunur. Yazılışı deyilişi fərqlənir, düzdür. L səsinin kar qarşılığı yoxdur. Sözə baxmalıyıq təbii ki, tələffüzünə. Görürük ki, tələffüzdə L yoxdur. Yazıda var, amma biz sait samit dedikdə tələffüzə baxırıq. Və L səsi yazıb hətta. Səs dedikdə tələffüzə baxırıq ki, tələffüzdə L səsi yoxdur. Ona görə də yanlış cavab B bəndidir. İncə saitlərin ahəngi gözlənilmişdir. Bu düzdür. 4 hecalıdır. Tərəfkeşlik düzdür. Vurğu da sonuncu hecəyə düşür. Tərəfkeşlik bu düzdür. T səsinin kar qarşılığı işlənmişdir. Baxırıq ki, T var. T-nın da qarşılığı D-dır. D da var. Bu da doğrudur. Zərgərlik sözü olur zərgərlik şəklində. Zərgərlik şəklində. R-lı yanaşı gəldikdə o zaman L-rıya keçir adlarda. Feillərdə isə L-lı olacaq. Məsələn, gəzərlər, gəzəllər. Amma məsələn, görərlər, görəllər şəklində olacaq. Amma zərgərlik, zərgərlik. Yəni, adlarda R-lı, R-rı, feillərdə isə L-lı olur. Vurğu 3-cü hecanın üzərindədir. Zərgərlik. Bu doğru fikirdir. Yazılış deyiliş fərqlənir. Doğrudur. Ə açıq, incə. Ə var, açıq, incə. İ qapalı, incədir. Bu düzdür. Ahəng kanunu gözlənilmişdir. Hamısı incə düzdür. Z, R, G, L samitləri yazıb. Amma sözdə L samiti yoxdur. Çünki L R-ya keçmişdir. Z, R, G var. Amma L yoxdur. Yanlış olan E variantı olur. Sual 45. Göstərmək olur göstərmək şəklində. T-dıya keçir. Q da İ-yə keçir. Göstərmək şəklində olur. Q İ səsini ifadə edir. Cingiltili samitlə başlayıb karla bitir. G cingiltili, İ kar, bu düzdür. Ahəng qanuna tabidir. Ö, Ə incə, düzdür. 4 cingiltili samit var. G1, D2, R3, M4. 4 cingiltili samit düzdür. Ö incə açıq dodaklanan, Ö var, incə açıq dodaklanan, Ə incə dodaklanmayan açıq saitdir, düzdür. Q kar samitdir. Təbii ki, tələffüzə baxırıq. Tələffüzdə də Q yox, İ səsi var. Ona görə yanlış cavab Y variantıdır. Çünki tələffüzdə Q-nı görmürük.
Ofsunlamaq olur, ofsunlamaq. Ofsunlamaq şəklində. Yəni yadda saxlayırıq. N-lı yanaşı gəldikdə l-lıya keçir, söz sonunda da q-x tələffüz olunur. Ahənc qarna tabedir, bu düz. Ofsunlamaq şəklində tələffüz olunur, bu da düz. Samitlərdən yalnız ikisi kardır. S və x, bu da düz. Saitlərin heç bir uzun tələffüz edilmir, bu da düzdür. N, l, m. Sözdə l samiti yoxdur axı. Tələffüzdə təbii ki, n var, m var, amma l yoxdur. Çünki l n-ya keçmişdir. Ona görə yanlış cavab olur E variantı. Növbəti sual 47. Dərdləşmək sözü söz sonu BDGC ilə bitdikdə, özünə sonra samit və içinə gəlmədikdə D, T-ya, B, P-ya, G, K-ya, C, Ç-ya keçir. Bu BDGC qaydasıdır. Ona görə D-dan sonra samit gəldiyi üçün D, T-ya keçəcək. Olacaq dərd. T-lı yanaşı gəldikdə L, D-ya keçir. Dərd, dəşmək. Söz sonunda da Q, İ səsini verir. Vurğu üçüncü hecədadır. Dərdləşmək, bu düzdür. Kar samitlə bitir, İ səsi ilə bitir, kar da düzdür. Tələffüzdə üç fərqli məqam var. Dərd, D-tıya keçir, L-dıya keçir, Q-İyə keçir, düzdür. Kar cəngitli samit cütlüyü yoxdur. D və T kar cəngitli samit cütlüyüdür. Səhv olan fikir ilə D variantıdır. Ümumiyyətlə, kar cəngitli samit cütlüyü B, P, D, T, G, K, C, Ç bunlar nəzərdə tutulur. Hamısı incə və açıqdır, ədir. Bu da incə və açıqdır, bu da düz fikirdir. 48. Monografiya olur, monografiya. O'lar aya keçir tələffüzdə. İya vurğu qəbul etmir. Ona görə həmən İyadan əvvələ düşür vurğu. Vurğu üçüncü hecədadır, bu düzdür. Ahənc qarnı pozulmuşdur. İA, biri qalın, birincə düzdür. Deyilişi ilə yazışı fərqlidir, düzdür. O'lar aya keçir. Bir dodaqlanan yanlışdır. Çünki bu söz ümumiyyətlə dodaqlanan yoxdur. Biz dodaqlanan da dedikdə tələffüzə baxmalıyıq. Hecalardan birinin tərkibindəki samit var. Monografiya. Bəli, qra, orada 2 samit var. Bu da düzdür. Yanlış cavab oldu D-də. Sual 49. İtaətkarlıq sözü haqqında səhv fikri tapırıq. Olur itaətkarlıq. İtaət uzanmada var. İtaətkarlıq. Çünki r-lı yanaşı gəldikdə l, r-ya keçir. L samitin kar qarşılığı yoxdur. Elə səhv fikir buradadır. Çünki baxsaq görərik ki, tələffüzdə l yox, l r-ya keçmişdir. Yəni l yoxdur. Səhv fikir A-dadır. Yazılış deyiliş fərqlənir, düzdür. L r-ya keçmişdir. Ahənc qanunu pozulmuşdur, düzdür. İ-A fərqlidir. Cərgədədir, biri qalın, birincədir. Qoşa r samitləri var. R-r, bu düzdür. Sonundakı cingilti samit kar samit kimi tələffüz olunur. Q, x kimi tələffüz olunur. Bu da düzdür. Müavinlər sözü l-lıya keçəcək. Çünki n-lı yanaşı gəldikdə l-lıya keçir. Olur müavinlər. Müavinlər. Başqa bir fərq yoxdur burada. Bütün hecaların tərkibində samit var. Bir anını oxuyaq. Saitlərin hamısı yazıldığı kimi tələffüz olunur. Bu düzdür. Bütün hecaların tərkibində samit var. Müavinlər. Burada A hecası, yəni ikinci heca sadəcə bir saitdən ibarət. Onun tərkibində samit yoxdur. Bu səhvdir. Samitlərdən ikisi fərqli tələffüz olunur. İkisi yox, biri l-lıya keçib. Uzun tələffüz olunan bir sait var. Səhvdir, uzanma yoxdur. Vurğu ikinci hecanın üzərindədir. Səhvdir. Müavinlər vurğu sonundadır. Bizdən doğrunu istədiyi üçün cavab olur A variantı. 51. İnadkarlıq olur. İnadkarlıq şəklində. İnadkarlıq. A variantında l samitin kar qarşılığı yoxdur. Tələffüzdə l yoxdur. Çünki l r-ya keçmişdi. Biz də tələffüz üzərinə baxırıq. Yanlış cavab A variantıdır. Sözdə l yoxdur. Ahənc qanunu pozulmuşdur. İ-A, birincə biri qalın, düzdür. Hərf səsin sayı bərabərdir, düzdür. T samitin cingiltili qarşılığı D-dır. Sözdə T var və T-nın da qarşılığı D-dır. Bu da düz fikirdir. Kar samitlə bitir, X ilə bitir. Bu da düzdür. Bizdən səhv istəyirdi. Səhv də A variantında olur. Sənətkarlıq olur. Sənətkarlıq şəklində. Sənətkarlıq şəklində. Q-X-ya keçir, L-ya keçir. Və kar keşə keçiləri gar şəklində olunur. Q dəyişmir orada. Ahənc qanuna tabe deyil. Biri incə, biri qalın var. Ə-A, bu düzdür. Yazılış deyilişi fərqlidir, düzdür. Tərkibində kar qarşılığı olmayan l samit işlənmişdir. Tələffüzə baxırıq. S, N, T, K, R, R, X var. Tələffüzündə l yox olmadığı üçün l samiti yoxdur. Ona görə C variantıdır. Vurğu sonuncu icadadır. Sənətkarlıq düzdür. Hərf səsin sayı bərabərdir. Bu da düzdür. 53. Sual işarəsinin yerinə uyğun gələn söz hansıdır? Yazılışı deyilişi fərqlənir.
qarşılığı olmayan samitlə bitir. Vurğu ikinci hecadadır. Samit işlənmişdir. Birinci baxaq, yazılışı dəyişir fərqlənənə baxaq. Nəvazişlə olur nəvazişlə, nifrətlə olur nifrətlə, nadanlıq olur nadanlıq şəklində, sədirrik i əlavə olunur, rılıya keçir, köyə keçir, həvəslə olur həvəslə. Burada yazılmışdı ki, qarşılığı olmayan samitlə bitir. İşin qarşılığı var, y ola bilməz. X-nın qarşılığı var, c ola bilməz. Amma n-ların qarşılığı olmadığı üçün hələ 3 variant qalır. İndi baxaq, qarşılığı olmayan samitlə bitir. Hələ bunu oxumuşduq. Yazılışı dəyişir, fərqlənir, hər üçü fərqlənir, hələ 2 qalır. Vurğu ikinci hecadadır. Nifrətlə vurğu ikincidə hecadadır. Nəvazişlə vurğu 3-də olduğu üçün A gedir. Həvəslə vurğu 2-də olduğu üçün qalır. Hələ ki B, D arasında qalmışıq. İndi isə baxaq digər bir fikrə. Qarşılığı olmayan 4 samit işlənmişdir. Tələffüzə baxırıq. Deməli, B variantında nifrətlə sözündə n, r, n. Burada 4 dənə qarşılığı olmayan samit olduğu üçün B-də gedir. Yox, bizdən 4-ü istəyirdi. B-ni atmırıq. 3 fikirləşmişdim. Yəni, elə bildim 3-ünü istəyir. Həvəslə sözündə də h, n. 3 dənə qarşılığı olmayan samit var. Ona görə D-ni atırıq. Cavab B qalır. Yazılış deyiliş fərqlənir. Qarşılığı olmayan samitlə bitir. Vurğu ikinci hecadadır və qarşılığı olmayan 4 samit işlənibdir. N, r, n. Cavab olur B bəndi. Növbəti sual 54. Dördüncü sualda qeyd olunur ki, diaspor və ekoloji sözlərin fonetik izahı ilə bağlı ortaq fikirlərdir. Diaspor sözü yazılır, yəni diaspor yazılır. Tələffüz zamanı i və a arasına y samiti əlavə olunur, olur diaspor tələffüz. Ekoloji də tələffüz olunur, ekoloji. Yazılışı və tələffüz arasında bir fərqli məqam var. Bu hər ikisi haqqında ortaq fikirdir, düzdür. 3 hecalıdır, diaspor, düzdür. Ekoloji, ekoloji çünki tələffüz üzərində yox, yazı üzərində baxmalıyıq. Ekoloji, 4 hecalıdır. Bu ortaq fikir deyil. Biri 3, biri 4 hecalıdır. Ahənc qanunu pozulmuşdur. Diasporda pozulub, ekolojidə pozulub. Bunlar haqqında ortaq fikirdir. Cavabın biri 1-dir, biri 3-dür. 2 dodaqlanmayan sait işlənib. Diaspor sözündə i və a dodaqlanmayandır. Ekoloji sözündə isə 2 yox, 3 dodaqlanmayan sait var. Ona görə bu da ortaq fikir ola bilməz. Cingiltili samitlərin sayı kar samitlərin sayından çoxdur. Diaspor sözündə d, y, p yox, d, y, r. 3 cingiltili 2 kar var, çoxdur. Ekoloji sözündə də l, j cingiltili, k isə kar samit. Orada da cingiltili kardan çoxdur. Bu da doğru olduğu üçün, ortaq olduğu üçün cavab 1, 3, 5 B bəndi olur. Sual 55. Verilmiş fonetik təhlilə uyğun olan sözü müəyyən edin. Deyilişi yazılış arasında 3 fərqli məqam var. Gəlin baxaq. Məşhurlaşmaq olur. L, r-ya keçir, q, x-ya keçir. Burada 3 yox, 2 fərq olduğu üçün A ola bilməz. Savadsız, d, t-ya keçir, l, d-ya keçir, q, x-ya keçir. 3 fərqli məqam var. İnat, kar, rıq. Burada d, t-ya keçir, r, l, r-ya keçir, q, x-ya keçir. 3 fərq var. Fırlanmaq, r, l-ya keçir, n, m-ya keçir. Çünki n, m yanaşı gəldikdə m, n, b yanaşı gəldikdə m, b olur. Yəni, burada n, m-ya keçir, q, x olur. 11 illik olur, 11 illik. Burada isə n, m-ya keçir, q, x-ya keçir. Sadəcə 2 fərq olduğu üçün B-ni də götürmürük. Digərinə keçək. Tərkibində karlaşan cingiltili samitlər var. Baxaq. Fırlanmaq sözündə cingiltili samit q, kar samitə keçib, yəni q, x olubdur. Elə savadsızlıq sözündə də, inatkarlıq sözündə də. Hər üçü haqqında doğru olduğu üçün heç birini ata bilmirik cavabdan. Ahənc qanununa tabi deyil. Savadsızlıq tabi olduğu üçün D-ni götürmürük. Bizə tabi olmayan lazımdır. Fırlanmaq da tabi olduğu üçün bunu da götürmürük. Doğru cavabımız qalır E variantı. Suallar uzun olduqda sualdan qorxmayın ki, sual uzundur, çətindir. Gördünüz, başdan ilk üçünü işlədik. Artıq bir cavab atmaqla, yəni hansılar ki, tələb ödəmirdi, variantımızı rahatlıqla tapmış olduq. İndi isə digərlərinə baxaq. Ardına açıq və kapalı saytların sayı eynidir. İnatkarlıq sözündə I, I qapalı, A, A açıqdır. Bu da düzdür. Kar cingiltili samitlərin sayı bərabərdir. N, r, kar cingiltilidir. X, k, bir də t cingilti kardır. 3 kar 3 cingiltili var. Bu da doğru fikirdir və cavab olur E variantı. Sual 56. Klasseri tamamlayan fikri müəyyən edin. Bir dəqiqə,
Xilas edib tamamlayan fikri müəyyən edin. Müdafiə sözündə müdafiə i ilə ənin arasına y daxil olur. Əlavə olaraq qeyd edim ki, ümumiyyətlə yeni qaydaya əsasən müxtəlif cinsi sait qoşalıqların tərkibində i varsa, məsələn e-i, ə-i, a-i, bunların arasına y samiti əlavə olunur. Yox, əgər i yoxdursa, olduğu kimi tələffüz olunur. Burada da müdafiə yazılıb, yəni i-ə olduğu üçün arasına y daxil olur, olur müdafiə. Yox, əgər tərkibində i yoxdursa, olduğu kimi tələffüz olunur. Müəllim, müavin, müasir, səadət, teatr, bunlar olduğu kimi tələffüz olunur. Çünki tərkibində, qoşalığın tərkibində i yoxdur. Bu yeni qaydamızdır. Eyni zamanda əlavə edim ki, övlərdə də düşmə baş vermir yeni qaydaya əsasən. Dovşan, yovşan olduğu kimi tələffüz edilir. İndi isə baxaq. Bir fərqli tələffüz məqamı var. Bu doğru fikirdir. Sadəcə y əlavə olunub. A saiti uzun tələffüz olunur. Müdafiə. Bəli, A-da uzanma var. Bu doğrudur. Deməli, biz düzü tapmalıyıq. 2 incə, 2 qalın sait işlənmişdir. Müdafiə sözündə ü, i, ə, 3-ü incədir. A-da qalındır. Amma burada 2 incə, 2 qalın yazdığı üçün bu səhvdir. 2 cingiltili, M cingiltili, D cingiltili, Y cingiltili, bir kar samit işlənmişdir. F kardır. Burada M, D, Y 3 cingiltili var. 2 cingiltili yox. Bu fikir səhvdir. Samitlərin hamısının kar qarşılığı var. M-nın kar qarşılığı yoxdur. Səhvdir. Tərkibindəki saitlər qapalıdır. A, ə, açıqdır. Səhvdir. Vurğusu 4-cü hecadadır. Müdafiə. Bəli, vurğu sonuncu, yəni ənin üzərindədir. Bu da doğrudur. Doğrunu istədiyi üçün cavab olur E variantı. 57. Fonetik xüsusiyyətləri nəzərə alaraq boşxanaya uyğun deyil. Yəni, uyğun olmayanı götürək. Baxaq, yazışı və tələffüzü fərqlənmir. Nəzərə alaraq boşxanaya uyğun olmayanı götürəcək. Yazışı, tələffüzü fərqlənmir. Vurğusu 3-cü hecaya düşür. Tərkibində qarşılığı olmayan samitlər var. Gəlin bir-bir sözlərin təhlilinə baxaq. Mesenat sözündə yazılış, tələffüz fərqlənmir. Bu, uyğun gəlir. Uverturada da yazılış, deyiş fərqlənmir. Uniforma fərqlənmir. Ultimatum fərqlənmir. Menecer fərqlənmir. Vurğu 3-cü hecaya düşür. Mesenat vurğu sondadır, 3-dədir. Uvertura tüydədir, 3-cü hecadadır. Uniforma 3-cü hecadadır. Ultimatum 3-cü hecadadır. Menecer vurğu 1-dədir. Tərkibində qarşılığı olmayan samitlər var. M-nı qarşılığı olmayan samit var. Ultimatumda L-mı var. Uvertura sözündə R var, R var. Bəli, qarşılığı olmayan samitlər var. Uniforma sözündə, uniforma daha doğrusu, N var, R var, M var. Bu da uyğundur. Menecer sözündə də M, N, R qarşılığı olmayan samitlər var. Lakin menecer sözü ikinci fikri pozdu. Çünki ikincidə vurğu 3-cü hecəyə düşür deyirdi. Lakin 2-ci hecəyə düşmür, 1-ci hecəyə düşür. Və bizdən də fonetik xüsusiyyətləri nəzərə alıb boşxanaya uyğun olmayan soruşduğu üçün Y variantı. Çünki Y-dən başqa digərləri hər üç tələbin içində ödəmiş olur. Daha sonra sual 58-ə baxırıq. Fonetik xüsusiyyətli nəzərə alaraq boşxanaya uyğundur. Bayaq uyğun olmayan istəyirdi, indi isə uyğun olanı istəyir. Tələffüzündə 2 fərqli məqam var. Rəng, bərəng. Burada K, burada K. 2 fərq var. Rəngarəngdə sadəcə rəngarəng bir fərq var. Bu ola bilməz. Fonoqrafiya, deməli, fonoqrafiya. Burada 2 fərq var. Bitməyən, bitməyən, ə-iyə keçir bir fərq var. Maestro, elə maestro olur. Burada da aynen e arasına sait əlavə olunmur. Nə də ki, düşmə hadisəsi baş vermir. Ona görə bu da cavab ola bilməz. Cavab ola bilər A-dan C. Digərinə baxaq. Vurğu ilk hecəyə düşür. Fonoqrafiya İ-dən əvvələ düşür. Vurğu A-nın üzərindədir. İ vurğu qəbul etmir. Birinci istisna söz var. Onlardan başqa İ-də vurğu əvvələ düşür. Yəni İ vurğu qəbul etmir. Burada da vurğu 3-cü hecədə olduğu üçün C-də deyil. Deməli qalır variant A variantı. Rəng-bərəng, cürbəcür, növbənöv. Bunlarda vurğu 1-ci hecədadır. Tərkibində 2 kar samit var. Bəli, K və K. Bütün hecalar samitlə başlayır. Rəng, bərəng. Bu da doğrudur. Bütün tələblər A-da ödənildiyi üçün cavab olur A variantı. Növbəti sual 59. Boşxanaya uyğun olmayan fikri müəyyən edin. Pedagogika, funikulyör, filarmoniya, boş bekar. Bütün hecalar samitlə başlayır. Pedagogika, filarmoniya, boş bekar, funikulyör. Bu
Doğru fikirdir hər biri haqqında. Vurğulu hecada o hərfi A kimi tələffüz, A kimi deyilmir. Pedaqogika İK vurğu qəbul etmir, O-dadır. Funikulyor sondadır. Filarmoniya İyadan əvvələ düşür. Boş, bikar sondadır. Vurğulu hecada o hərfi A kimi deyilmir. Bu da hər biri haqqında ortaq fikirdir, doğru fikirdir. B bəndi C-yə baxaq. Vurğusuz son hecəyə düşür. Xeyr, elə pedaqogikada da, filarmoniyada da, funikulyorda da vurğu son, daha doğrusu funikulyorda düşür, amma pedaqogika, filarmoniyada sona düşmür. Ona görə ortaq olmayan fikir elə olur C variantı. İncə qapalı dodaqlanmayan saitdən istifadə olunub. İncə eyni zamanda qapalı dodaqlanmayan saitimiz idi. İ də hər birində var. Bu da doğru fikirdir. A-nç qanunu pozulub. Bikar İA, funikulyor UI, pedaqogika İA, filarmoniya İA. Bu da doğru fikirdir. Cavab olur C bəndi. 60. Boş xanaya uyğun deyil. Niskil, nicah, kərgədan, kimyagər. Vurğu son hecəyə düşür. Niskil, nicah, kərgədan, kimyagər. A-da uzanma var, gərdə vurğu var. Vurğu son hecəyə düşür, hər biri haqqında doğrudur. Tərkibindəki G samiti. Niskil, nicah, kərgədan, kimyagər. G var. Samiti K şəklində tələffüz olunur. Xeyr, kər, kətan, niskil, nikah, kimyakər olmur. Elə yanlış olan cavab B variantı olur. Yəni orada G K-yə keçmir. Yazıldığı kimi tələffüz olunur. Doğrudur. Kər qarşılığı olmayan samit var. Kimyagərdə M, nigahda N, sonra kərgədanda R, N, niskildə də N, L. Bu da doğrudur. Tərkibində kər samit var. Niskildə S, nigahda H, kərgədanda K, kimyagərdə isə K kər samiti. Bu da doğrudur. Cavab olur B bəndi. 61. Sadiq olur sadiq, K səsi, sabiq, K səsi, tədqiq, K səsi, şoranlıq, X səsi. Şoranlıqlıdan niyə keçir? Boş xanaya uyğun deyil soruşur. Tərkibində həm açıq, həm qapalı sait var. AI, bir açıq, bir qapalı, EI açıq, qapalı, AI açıq, qapalı, şoranlıq, AI açıq, qapalı. Bu düzdür. Yazılışı dəyişir, fərqlidir. Sadiq, bəli, hər birində fərq var. Bu düzdür. Vurğusu son hecəyə düşür. Sadiq, tədqiq, şoranlıq, sabiq. Bu da düzdür. Hamısında sondadır. Son samiti K şəklində tələffüz olunur. Ortaq ola bilməz. Çünki şoranlıq sözündə şoranlıq döl. Şoranlıq şəklində tələffüz olunur. Bu söz pozduğu üçün yanlış cavab olur D-də. Kar samitlə başlayıb karla bitir. Sadiq, sabiq, tədqiq, şoranlıq. Tələffüzə baxırıq ki, hər biri karla başlayıb karla da bitir. Yəni biz sözün sadiq yazı üzərinə yox, tələffüzünə baxırıq. Sadiq, K kardır, S kardır. 62. Verilən fikirlərin hər üçünə aid olduğu sözü müəyyən edin. Deyilişi və yazılışı arasında iki fərqli məqam var. Nəzakətlə olur, nəzakətlə iki fərq var. Qabiliyyətdə Y düşür, bir fərq olduğu üçün B deyil. Təcavüzkarlıq, R-lıya keçir, Q-ya keçir, iki fərq var. Şaxələnmək, N-mıya keçir, Q-ya keçir, iki fərq var. Fatihlik, bir fərq var, getdi. Cavab ya A, C ya da D-dir. Saitlərdən bir uzun tələffüz olunur. Nəzakətlə, təcavüzkarlıq, şaxələnmək. Bu hər üçünə aiddir. 4 cingiltili samit var. Nəzakətlə sözündə N, Z, N, N. 4 cingiltili samit var. Cavab A variantıdır. Təcavüzkarlıq sözündə C, V, Z, deməli R, R. 5 cingiltili samit var. Şaxələnmək sözündə L, M, M. 3 cingiltili samit var. Tələb ödəndi A variantında. 63. Eyni sualdır. Verilən fikirlərdən hər üçünə aid olduğu sözü müəyyən edin. Yazılış, deyiliş arasında 3 fərqli məqam var. Şairlik Y arasına daxil olur. L-rıya keçir. Q-İ olur. 3 fərq var. Mahirlik 2 fərq var. L-rıya keçir. Q-İ keçir. Vahidlik D-tıya keçir. L-dıya keçir. Q-İ keçir. 3 fərq var. Səmimiyyətlə Y düşür, L-dən olur. 3 fərq var. Şaxələnmək 2 fərq var. Bu getdi. Saitlərdən bir uzun tələffüz olunur. Vahidlik, səmimiyyətli, səmimiyyətlə, şairlik. Hər üç haqqında doğrudur. 3 cingiltili samit işlənmişdi. Şairlik sözündə Y, R, R. Orada 3 cingiltili samit var. Elə tələb ödəndə A-da. Vahidlik sözündə V, D, vahid, dik. 2 kar cingiltili samit var, olmaz. Səmimiyyətlə də M, M, Y, N, N.
5 samit cingilti samit olduğu üçün C olunur. Doğru cavab olur A variantı. 64. Zəhimli sözü ilə bağlı səhv istəyir. Olacaq zəhimli. 3 samit yanaşı gəldiyi üçün arasına qapalı sait əlavə olunur. İ saiti. AH qarına tabidir, düzdür. 7 səs var. 1, 2, 3, 4, 5, 6, 7. Bu doğrudur. 6 hərfi 7 səs var. Vurğu ikinci hecadadır. Zəhimli yazı üzərində qoyuruq. Düzdür. Bir açıq və bir qapalı sait səs var. Səhvdir. Çünki sait səs dedikdə tələffüzə baxırıq. Tələffüzdə də 2 qapalı var. Bir qapalı yoxdur. Eyni sait olsa belə ki, sait səs sayılır. Yəni, baxmayın ki, eyni hərfdir. Ona 1 kimi yanaşmayın. 2 dənə i var. Ona görə 2 qapalı sait səs var olmalıydı. Səhv olan D-dir. Samitlərdən z-m-lı cingiltili, z-m-lı cingiltili, x isə kardır. Bu da doğru fikirdir. Sual 65. Qəhərlənmək sözünün fonetik təhlili ilə bağlı düzgün fikirləri müəyyənləşdirək. Qəhərlənmək sözü tələffüz olunur qəhərlənmək şəklində. Qəhərlənmək. N-mıya keçir, l-da r-ya keçir. Qəhərlənmək şəklində. Baxaq. Yazılışı dəyişir, fərqlənir. Düzdür. Bu 1. Bütün saitlər incə açıq dodaqlanandır. İncə açıq düzdür, amma dodaqlanan deyil axı. Dodaqlanmayanda əylər 2 səhvdir. Samitlərdən 5-i cingiltili, 2-si kardır. Q, R, R, M, M cingiltilidir. Bəli, 5-i cingiltilidir. X və İ kardır. Bu doğru fikirdir. Kar samitlərin cingiltili qarşılığı var. X-nın qarşılığı yoxdur axı. İ-nin qarşılığı olsa da X-nın qarşılığı yoxdur. 4 səhvdir. 4 hecalıdır. Qəhərlənmək düzdür. Vurğu sonuncu hecadadır. Qəhərlənmək. Bu da düzdür. Ona görə cavab olur 1-3-5 E variantı. Fədakarlıqla sözü olur. Fəda, uzanma var. Fədakarlıqla şəklində. Sözdə kar cingiltili samit cütlüyü yoxdur. Fədakarlıqla sözündə, bəli. Yəni, qarşılıq nədir? B, P, D, T, K, K. Bunu nəzərdə tutulur ki, yoxdur bu. Düz fikirdir. 3 hecası cingiltili samitli, 2 hecası isə saitlə bitir. Fədakarlıqla. 2 yox, 3 hecası saitlə bitir. 2 hecası saitlə bitmir. Ona görə ikinci fikir səhvdir götürürük. 5 hecalıdır. Fədakarlıqla. Düzdür. Vurğu 4-cü hecadadır. Fədakarlıqla. Lıqdadır. Lıqda 4-cü hecadır. Deməli, bu da doğru fikirdir. Bunu da götürmürük. Qarşılığı olmayan 4 samit işlənibdir. R, R, M, fədakarlıqla. N, N, R, R. Bu doğru fikirdir. Alfabet ilə orfoqrafiya sırasında 3 fərqli məqam yox, 4 fərqli məqam var. L, R-ya keçdi, Q, X-ya keçdi, L-dan nan oldu. 4 fərqli məqam olduğu üçün 5 səhvdir. 2-5 cavab olur A variantı. Daha sonra çörək otu tələffüz olunur çörək otu, K-ya keçir. Çünki sait var. Sait olanda K-ya keçir tələffüzdə. Doğruları istəyir. Çörək otu şəklində tələffüz olunur, səhvdir. Vurğusu son hecəyə düşür. Çörək otu doğrudur. Səs tərkiblə hərf tərkibi fərqlidir. Bəli, çünki K-ya keçir. Bu da doğrudur. 2-3 doğrudur. Hecaları çörək otu olur. Bu da doğrudur. Mürəkkəb sözlərdə sözlər söz hecalara bölünür. Yəni çörək otu yox, çörək otu şəklində. Bu düz bölünübdür. 3 kar, 1 cingiltili samit var. Ç, T kardır. Y, R cingiltilidir. Biz tələffüz üzərinə baxmalıyıq. Təbii ki, Ç, R, K, T şəklində baxmayacaq. Yazı yox, tələffüz üzərinə baxırıq. K-ya keçdiyi üçün Y cingiltilidir. R cingiltilidir. Yəni orada 2 cingiltili, eyni zamanda 2 kar samit var. Ona görə də 5 yanlış olduğu üçün 2-3-4 cavab olur C variantı. 68. Sərtlik sözü olur sərtlik şəklində. Söz sonundakı i verir. 2 hecalıdır sərtlik. Vurğu son hecəyə düşür. Bu doğru fikirdir. Kar samitlə başlayıb kar samitlə bitir. S ilə başlayır, i ilə bitir. Doğrudur. 2 incə sərtlik. Ə-i. İncə, dodaqlanmayan, açıq yox. Axı, i qapalıdır, açıq yazıb. Bu səhvdir. 2 cingiltili, sərtlik. Cingiltili 3-dür. S, T, i. 3-dür. 2 cingiltili səhvdir. Sonra, daha doğrusu, bir dəqiqə 2 cingiltilidir. Cingiltililər D-dır, bir də R-dır. 2 dənədir. Karlar S, T, i. Tərsini oxudum mən burada. 2 cingiltili 3 kar samiti fikri doğru fikirdir. Biz də nəyi axtarırıq? Doğrunu axtarırıq.
Ona görə 4 doğru fikirdir. Yəni həqiqətən də 2 cingiltili 3 kar samit var. 2 samitin qarşılığı yoxdur. 2-nin yox, bir dənə r-nın qarşılığı yoxdur. Çünki l-dıya keçmişdi. Orada artıq biz tələffüzlərinə baxırıq. Ona görə deyə bilmərik ki, orada r ilə l-dır. Çünki tələffüzdə l yoxdur. 5 səhvdir. Cavab olur 1, 2, 4, yəni A variantı. Sual 69. Codlaşmaq sözü ilə bağlı səhv istəyir. Coddaşmaq olur. L-dıya keçir, qıxıya keçir. Hecalar samitlə başlayıb samitlə bitir. Codlaşmaq. Bu düzdür. A-hərflərinə tabidir. Hamısı qalındır, düzdür. 4 cingiltili. C, coddaşmaq. C, D, D, M. 4 cingiltili var. Ş, X kardır. Burada bir kar yazıb, amma bir kar yox, 2 kar var. Ona görə səhv olan elə C variantıdır. 3 hecalıdır, düzdür. Vurğu son hecadadır, coddaşmaq, düzdür. Tələffüzü yazışı fərqlənir, bu da doğru fikirdir. Yanlış olan oldu C. Emosional olur, emosiyanal şəklində. Emosional şəklində. Səhv istəyir. Yazışı dəyişir, fərqlənir, bu düzdür. 3 cingiltili. Baxaq. M cingiltili, Y cingiltili, N cingiltili, L cingiltili. 1, 2, 3, 4. 4 cingiltili. Kar samitə baxaq. Deməli, M, Y, N, L. 4 cingiltili. Kar samitçi S-dır. Emosional sözündə. Bəli, S burada kar samitdir və bir kar var. Bizdən cingiltili necə soruşurdu? 3. Amma burada 4 cingiltili var. 3 cingiltili yoxdur. Çünki M, Y, N, L var. 3 cingiltili yazdığı üçün 2 səhvdir. Səhv olaraq 2-ni götürürük. Daha sonra 2 dodaqlanan emosional. Tələffüzə baxırıq. Tələffüzə dodaqlanan yoxdur və bir dəqiqə əlimiz dəydi. PDF tərpəndi. Geri qayıdıq. Qayıtdıq. 70'ə baxırdıq. Davam edirik. Emosional sözündə 2 dodaqlanan, 3 dodaqlanmayan sait vardır. Yanlışdır. Biz tələffüz üzərinə baxırıq və tələffüzdə də dodaqlanan sait yoxdur. Ona görə 2, 3. A3 qanuna tabi deyil. O, birinci biri qalındır. Bu doğru fikirdir. Vurğu 4-cü hecadadır. Emosional. Deməli, vurğu 4-cü hecada yox, 5-ci hecadadır. Sona düşür. Bu da səhvdir. 2, 3, 5 olur C variantı. Sual 71. Maarif sözü ilə bağlı doğrunu yox, səhv istəyir bizdən. Maarifdə A-nın biri düşür, digəri isə uzun tələffüz olunur. A3 qanuna tabi deyil, düzdür. Birinci bir qalın var, daha doğrusu 2 qalın birinci. 5 səs 6 hərf var, düzdür. Səsdə azalma var. A səsi uzun tələffüz olunur, düzdür. 2 hecalı səhvdir. Çünki biz heca deyəndə yazıya baxırıq və yazıda 3 dənə samit hərf var. Maarif. 2 hecalı deyil. Səhv cavab D-dır. 2 cingiltili M, R, F da kardır, bu da düzdür. Texnik. Burada K səsini verir. Texnik. Səhv istəyir bizdən. Hər hecanın tərkibində eyni sayda cingiltili samit var. Texnik. Tex, burada ümumiyyətlə cingiltili samit yoxdur. Nik sözündə bir dənə cingiltili samit var. Yəni nik hecasında. Ona görə də birinci fikir səhv fikirdir. Bu hissəni silin. Bir dəqiqə. Bizə mane olmasın. İkinci fikir. Sözdə 2 kar 2 cingiltili samit var. Səhvdir. Sözdə bir dənə cingiltili samit var. E və I incə dodaqlanmayan saitlərdir. Bu düzdür. Vurğu son hecadadır. Vurğu son hecada yox, birinci hecadadır. Texnik. Bu da səhvdir. İncə saitlərin ahəngi gözlənmişdir. Bu da düzdür. Cavab 1, 2, 4 olur E variantı. 73. Vicdan sözünün fonetik xüsusiyyətlə bağlı səhv fikri müəyyənləşdirir. Yəni tapacağıq. Vicdan olur vicdan, cıжıya keçir. Vurğu son hecaya düşür. Vicdan, bəli, vurğu son hecaya düşür. Bu doğru fikirdir. 4 cingiltili samit var. R, V, D, N. Bu doğru fikirdir. Dodaqlanmayan bir incə, I dodaqlanmayandır. Eyni zamanda incədir. Bir qalın sait var. A da qalındır. Düzdür. Yazılış deyiş fərqlənmir, səhvdir. Cıжıya keçdiyi üçün cavabdadır. A qanunu pozulmuşdur. Bu da doğru fikirdir. Təbii sözlə bağlı səhv istəyir. İ'nin biri düşür, digəri uzanır. Ümumiyyətlə 2 eyni sait qoşalığı yanaşı gəldikdə söz kökündə biri düşür, digəri uzanır. 5 hərf 4 səs fikri doğru fikirdir. Ə incə, açıq, dodaqlanmayan. İ incə, qapalı, dodaqlanmayan saitdir. Bu doğru fikirdir. 3 hecalıdır, düzdür. Yazı üzərinə baxırıq. Təbii, düzdür. T kar, bu cingiltili samitdir.
B cingiltilidir, tığkarda düzdür. Vurğu birinci hecəyə düşür. Təbii demirik ki, təbii. Vurğu üçə düşür. Səhv olan edir. Səcdə olur, səcdə, cırcıya keçir. 2 incə, açıq dodaqlanmayan sait işlənmişdir. İncə, açıq dodaqlanmayan saiti düzdür. Yazılış, deyiliş fərqlənir. Bəli. 2 kar, burada 2 kar yox. Səcdə, səcdə. R, D cingiltilidir, S kardır. 2 kar yox, 1 kar, 2 cingiltili samit var. Səhv olan olur C variantında. Daha sonra deyək ki, hecalıdır. Səcdə, vurğu son hecəyə düşür. Səcdə doğru fikirdir. İncə saitlərin ahəngi gözlənilir. Bu da doğrudur. Səhv fikir olur C variantında. Əlacsız sözünün fonetik təhlillə bağlı səhvi soruşur bizdən. Əlacsız olur, əlacsız. Cırçıya keçir. 2 cingiltili, 2 kar samit işlənmişdir. Ç və S kardır. Zıllı cingiltilidir. Bu doğru fikirdir. Tələffüzə baxırıq. 2 qalın, A, I qalın, 1 incə ə, dodaqlanmayan sait işlənmişdir. Düzdür. Yazılış tələffüz fərqlənmir, səhvdə axı cırçıya keçir, əlacsız. Ona görə doğru cavab olur C variantı. Daha sonra 77. İqtidar olur, iqtidar şəklində. Qıya keçir. Yazılış deyiş fərqlənir, bu düzdür. 2 incə, İ, qapalı və 1 qalın A, açıq sait var, düzdür. 3 cingiltili. D, R, 2 cingiltili, 2 kar samit var, çünki kaynantı kardır. Bu səhvdir. 3 hecalıdır, iqtidar düzdür, iqtidar şəklində olur, düz fikirdir. Vurğu 2-ci hecadadır, iqtidardır, iqtidar, vurğu sondadır, bu da səhvdir. 3-5 B bəndi. 78. Vaxtsız, S-tı, Ş-tı, X-tı, F-tı yanaşı gəldikdə özündən sonra samit gəlsə, tələffüzdə T düşür. Olur vaxtsız şəklində. A qalın, dodaqlanmayan, açıq, I qalın, dodaqlanmayan qapalı saitdir, düzdür. Vurğu son hecadadır, vaxtsız düzdür. X-sı kar, V, X-sı, deməli, X və S kar, V-zı cingiltili samitlərdir, düzdür. Səslə hərfin sayı bərabərdir, səhvdir, axı səs azdır. A3 qanuna tabidir, bu da düzdür. Çəmənlikdəki, L-nıya keçir, çəmənlik, K-ya keçir, başqa fərq yoxdur. Baxaq, səhv istəyir. Yazılış tələffüzü fərqlənir, düz fikirdir. İncə saitlərin ahəngi düzdür. M, N, D cingiltilidir. Çəmənlikdəki. Ç, İ və K kar samitlərdir. Çəmənlikdəki sözündə K samiti var. Daha sonra İ samiti var, Ç var, D var, N var, M var. Bunlar doğru fikirdir. 5 hecalı sözdür. Çəmənlikdəki. Vurğu 3-cü hecada deyil. Çəmənlikdəki. Vurğu sondadır. 3-cü heca yazdığı üçün yanlış fikirdir. Yəni vurğu 3-də yox, 5-ci hecadadır. Səhv fikir deydədir. Saitlərdən 3-ü açıq, ə açıq, ikisi qapalıdır, bu da doğru fikirdir. Səhv olan olar, oldu D variantında. Sual 80. Mənəviyyat sözünün fonetik təhlillə bağlı səhv. Mənəviyyat, mənəviyyat uzanma var, eyni zamanda Y düşür. Yalnız dodaqlanmayan saitlər işlənmişdir. Dodaqlanmayan, bu doğrudur. Deyiliş yazılış fərqlənir, bəli, Y düşür. Ahənc qanunu pozulmuşdur. Bəli, biri incə, İ var, qalın var. Vurğu son hecadadır. Mənəviyyat ata düşür, at hecasına. Bu da doğrudur. Səslə hərfi sayı bərabərdir. Səhv axı bərabər deyil. Səs düşübdür, yəni səs hərfdən azdır. Ailə olur, ailə. A-da uzanma var. Arasına da A ilə İ-nin arasına Y saiti, samit əlavə olunur. 4 səs 4 hərfdən ibarətdir, səhvdir. Elə bizdən də səhv istədiyi üçün cavab olur A variantı. A-i, E-i, Ə-i bunların arasında Y samit əlavə olunur tələffüzdə. A qalın açıq dodaqlanmayandır. İ incə qapalı dodaqlanmayan, Ə incə açıq dodaqlanmayandır. Bu doğru fikirdir. Y, L cingilti samitlərdir. Bu doğrudur. 3 hecalıdır. Heca deyəndə yazıya baxırıq. A, ilə. Düzdür. Vurğu 3-cü hecəyə düşür. Ailə. Doğru fikirdir. A3 qanunu pozulmuşdur. A qalın, İ incə olduğu üçün A qanunu pozulub. 82. Təqsir olur, təqsir. Qıya keçir. Səhv istəyir. Ə incə dodaqlanmayan açıqdır. İ incə dodaqlanmayan qapalı saiti düzdür. 6 səs 6 hərf var. Bu da doğrudur. Daha sonra C variantına baxaq. Deyiliş yazılış fərqlənmir, səhvdə axı. Qıya keçir. Təqsir. Cavab C-dir. Samitlərdən yalnız birinin qarşılığı yoxdur. Təqsir. R-nın qarşılığı yoxdur. Düzdür. 2 hecalıdır. Təqsir. Vurğu da 2-ci hecəyə düşür. Təqsir. Bu da doğrudur. Müfəttiş. Qoşa tığlardan 2-ci D-ya keçir. Olur müfəttiş.
Səhv istəyir. M cingiltili samit kar qarşılığı yoxdur, düzdür. Sait səslərin üçü də incədir, ü, ə, i, düzdür. Deyiliş yazı fərqlənmir, səhvdir, t-dıya keçmişdir. Cingiltili samitlərin sayı 2-dir. Cingiltili oldu m və d, bu da düz. Ş kardır, cingiltili qarşılığı j-dır, bu da düzdür. Müvəqqəti olur, müvəqqəti. Birinci q qıya keçir. Hecalar müvəqqəti, bu düz. Vurğu 4-cü hecadadır, müvəqqəti, bu düz. Saitlərin hamısı incədir, ü, ə, i, düzdür. 9 hərf 9 səsdən ibarətdir, düzdür. 4 cingiltili, m, v, q, 3 cingiltili var, 4 yox. 1 kar yox, 2 kar var, k, v, t. Çünki biz tələffüzə baxırıq, yazıya yox. Səhv olan E variantıdır. Şairanə. Tələffüz olunanda şairanə. 2 dənə uzanma var və arasına y əlavə olunur. Yazılış deyiliş fərqlənir, düzdür. Tələffüz ilə yazılış arasında 2 fərqli məqam var. Şairanə, səhvdir. Çünki uzanma fərq sayılmır. Sadəcə sait artımı, sait düşümü, yaxud da ki, hərf artımı, hərf düşümü, eyni zamanda hərf dəyişməsi fərq sayılır. Amma uzanma fərq yaratmadığı üçün tələffüz ilə yazılış arasında 2 fərqli məqam var fikri səhvdir. Burada sadəcə y-nin əlavə olunması bir dənə fərq yaradır. Ona görə səhv cavabı olacaqdır B bəndi. Hər iki A sayt uzun tələffüz olunur, düzdür. Ş, kar, y, r-nı cingiltilidir. Ş, kardır, y, r-nı cingiltili, düzdür. A3 qanuna tabi deyil, bu da düzdür. A, i, birincə biri qalındır. Yerindən, sözün sonu dandanla bitəndə, çıxışlı qalınan bitəndə, özündən əvvəl n-mı gəlirsə, dandan nandən olur. Olur yerindən, yerindən şəklində. Yəni, dandandan əvvəl n və m bitərsə, sözün sonu dandan nandən olur. Yazılış deyiliş fərqlənir, düzdür. Cingiltili samitlərdən yalnız ikisinin kar qarşılığı var. Y-nın qarşılığı var. R, n, n-nın yoxdur. Elə səhv B variantındadır. Çünki biz tələffüzə baxmalıyıq. A3 qanuna tabi olmağı düz. Vurğu 3-cü hecadadır, yerindən. Bu düz. E və ə incə, açıq. İ isə incə qapalı saitlərdir. Bu da doğru fikirdir. Dahiyanə. 2 dənə uzanma var. Və səhv istəyir bizdən. 7 hərf 8 səs var. Bu səhv fikirdir. Çünki hərflə səsin sayı bərabərdir. Səs azalması yoxdur. Biri 1-dir. A3 qanuna tabi deyil, düzdür. Həm incə, həm qalın var. Yalnız qarşılığı olmayan samitlər işlənib səhvdir. Məsələn, D-nın, Y-nın qarşılığı var. Yazılış deyilişi fərqlənir, səhvdir. Çünki uzanma fərq yaratmır. Birinci və üçüncü hecalardakı A sayt uzun tələffüz olunur, düzdür. Vurğu sonuncu hecəyə düşür. Dahiyanə. Uzanma ilə vurğunu qarışdırmayın. Uzanma varsa deməli o hecədə vurğu yoxdur. Vurğu ondan sonraya düşür. Amma bəzi istisna sözlər var. Bəzi, bəli, daim. Bu tip sözlərdə uzanma ilə vurğu eyni hecədadır. 1, 3, 4 cavab olur. Deməli, B bəndi. 88. Vəsait sözü olur. Vəsait. Aynən icrasına y əlavə olunur. Səhv istəyir, yox, düz istəyir. Yazılış deyiliş fərqlənir, bu düz. Vurğu 2-ci hecəyə düşür. Vəsait, səhvdir, 3-ə düşür. A3 qanunu gözlənilir, səhvdir. Birincə bir qalın var, yəni A qalındır, əynəni incədir. Bu səhvdir. 2 kar. Baxaq, S və T, 2 cingiltili, Y və V. Tələffüzə baxırıq, bu düzdür. 1, 4. Saitlərin ikisi açıq, A, ə açıq, biri qapalıdır, bu da düzdür. 1, 4, 5 olur, D variantı. 89. Köpüklü olur, köpüklü. K, 2 keçir, köpüklü. 3 incə, Ö, Ü, Ü. İncə var, dodaqlananda bu düzdür. G səsinin kar qarşılığı olan 2 K samiti işlənib səhvdir. Çünki köpük sözündəki K hissəsinin tələffüz olunur. Səhv B-dədir. Yazılış deyiliş fərqlənir, düz. 3 hecalıdır, köpüklü. Vurğu sondadır, köpüklü. Bəli, bu düz. İncə saitlərin ahəng gözlənilir, bu da düz. Lovğa olduğu kimi tələffüz olunur yeni qaydaya görə. V düşmür. 5 səs, 5 hərf var, düzdür. O, A, qalın, qapalı saitlərdir. Səhvdir axı. Qapalı deyil. Qalın saitlərdir, amma qapalı deyirlər. 2 səhvdir. Çünki açıq saitlərdir. Sözdəki L, V, G cingilti samitlərdir. L, V, G düzdür. Yazılış deyiliş fərqlənir, səhvdir. Vurğu son hecadadır. Lovğa, bu da düzdür. Düz olanlar 1, 3, 5. 1, 3, 5, B bəndi. Daha sonra 91. Oynayırıq olur. Oy, nu, yu, ruh. Yazaq bura. Oy, nu, yu, ruh şəklində. Yazılış tələffüz fərqlənir, bu düzdür. Biri götürmürük. Qalın saitlərin ahəngi gözlənilibdir. O, A, I, bu düzdür. Bütün samitlər cingiltilidir, səhvdir. Sözdəki Q, X-ya keçir. Səhv olan 3-dür.
2 açıq, 2 qapalı sayt var. Oynuyuruq. Bir dənə açıq sayt var. Digərləri qapalıdır. Bu da səhv. Vurğu 3-cü hecanın üzərindədir. Oynayırıq. Oynayırıq. Burada vurğu qəbul etmir. İq burada şəxs onluğudur. Ona görə vurğu qəbul etmir. Vurğu iqdan əvvələ düşür. Yəni oynayırıq zamanın üzərinə düşür. Bu da doğrudur. Səhv olan 3-4 olur B bəndi. Oxşayıram da olur. Oxşuyuram. Yenə bayaqki söz kimi. Vurğu 3-cü hecanın üzərindədir. Oxşuyuram. A mən vurğu qəbul etmir. Vurğu I-nın üzərindədir. Bu da 3-cü hecada düzdür. Qalın saytların hangi gözlənilibdir? Düzdür. Yazılış tələffüzü fərqlənir. Düzdür. Oxşuyuram. Oxşuyuram. Ş, X, kar, Y, R, M cingiltili zamitlərdir. Oxşuyuram. Y, R, M cingiltili. Ş, X, kar da düzdür. 3 açıq, 1 qapalı. Oxşuyuram. Orada oxşuyuram. 2 dənə qapalı var. Bir dənə yox. Səhv olan E-dir. Təbiət olur. Təbiət. Təbiət. A3 qarına tabidir. Düzdür. Vurğu 2-ci hecadadır. Səhvdir. 3-dədir. Həm qapalı, həm açıq sayt işlənmişdir. İ-ə. Düzdür. Hə, düzü götürmürük. Bir dəqiqə bunu götürməməli idim. 3-ü silək. 1 cingiltili. Baxaq. B, Y. 2 cingiltili var. 1 cingiltili yoxdur. Səhvdir. Yazılış deyiş fərqlənmir. Səhvdir. Fərqlənir. Yalnız dodaqlanmayan saytlar işlənib. Düzdür. Dodaqlanan sayt yoxdur. 2, 4, 5. Cavab hardadır? 2, 4, 5. B bəndi. Fəaliyyət olur. Fəaliyyət. Y-nın biri düşür. 4 hecalıdır. Fəaliyyət. Bu düzdür. Vurğu da 4-cü hecaya düşür. Düzdür. A qalın dodaqlanmayan açıq. İ incə dodaqlanmayan qapalı. Ə incə dodaqlanmayan açıq saytdir. Düzdür. F, T, kar, fəaliyyət. L, Y cingiltili düzdür. Bir sayit, bir samit yazılışından fərqli tələffüz olunur. Xeyr, burada heç bir samitdə fərqli yoxdur, nə də saytda. Sadəcə səs düşümü var. Səhv olan D-dir. A3 qarnı pozulub, bu da heç də doğru fikirdir. Rahat bir sual idi. Üstünlük olur üstünlük şəklində. Üstünlük şəklində tələffüz olunur. Həm saytlərdən, həm də samitlərdən təkrar istifadə edilib. Ü, samit, sayt təkrarı, N, samit təkrarı. Bu düzdür. Deyilişi yazışı fərqlənmir, səhvdir, fərqlənir. Ü incə dodaqlanan qapalı saytdır, düzdür. S, X, İ, üstünlük, kar, N, L cingiltili samitdir, səhvdir. Niyə səhvdir? Çünki L samiti tələffüzdə yoxdur, biz də tələffüzlərinə baxırıq. İncə saytların hangi gözlənilib? Bu düzdür. Vurğu 2-ci hecadadır, üstünlük səhvdir, vurğu 3-dədir. Bizdən düzləri istədiyi üçün 1, 3, 5. 1, 3, 5 hardadır? C variantında. Cavab olur 95-dən C variantı. 96. Şərait olur şərait. Arasına Y daxil olur aynaninin. Ş, T samitləri kar, R, Y cingiltilidir. Bu düzdür. Tələffüzü yazışı fərqlidir. Düzdür. 6 hərf 7 səs var. Düzdür. Ə incə açıq dodaqlanmayan. A qalın açıq dodaqlanmayan saytdir. Bu düzdür. Vurğu 2-ci hecadadır. Şərait səhvdir. Vurğu sondadır. Səhv olan E variantı. Çəmənlik və odunluq sözlərlə bağlı səhv istəyir. Çəmənlik L-niyə keçir, K-yə keçir. Odunluq L-niyə keçir, Q-yə keçir. Hər iki sözdə uzanan sayt yoxdur. Bu düzgün fikirdir. Sonra birinci sözdə incə, ikinci sözdə qalın saytların hangi gözlənilibdir? Düzdür. Ə, Ə, İ, digərində O, U. Birinci sözdəki ikinci sözdə bir kar samit var. Birinci sözdə çəmənlik, İ və Ç, 2 kar. Odunluq, bir dənə X kar var. Bu düzdür. Hər iki söz 3 hecalıdır. Çəmənlik 3 hecalı, odunluq 3 hecalı. Hər iki sözdə yalnız 2 samitin qarşılığı yoxdur. Çəmənlikdə çəmənlik 3 samitin qarşılığı yoxdur. Odunluqda ikisinin qarşılığı yoxdur. Biri haqqında düz, biri haqqında səhv olduğu üçün yəni ortaq fikir deyil. Səhv fikir E-dədir. Xoşniyyətli və xoşxasiyyətli sözlərlə bağlı səhv istəyir. Niyyət sözünə Y düşmür, olur xoşniyyətli, L-dıya keçir. Xoşxasiyyətdə Y düşür, L-dıya keçir. Birində bir fərq, birində 2 fərq var. Hər iki sözdə təkrar olunan samit var. Xoşniyyətlidə Y, xoşxasiyyətdə X, təkrar olunan samit var. Bu düz. Hər iki sözdə hangi qanun pozulmuşdur? Xasiyyət A-i, niyyət, xoşniyyət O-i. Bu düz. Hər iki sözdə hərflərin sayı səslərin sayından çoxdur. Hərfin sayı səsinin sayından çoxdur, səhvdir. Çünki xoşniyyətli sözündə hərflə səsin sayı bərabərdir. Ona görə səhv fikir olur C variantında.
Hər iki sözdə həm açıq, həm də qapalı sait var. Birincidə o açıq, i qapalı, ikincidə i qapalı, a açıq, düzdür. Birinci sözdə üçkar, x, ş, xoş niyyətli, t, üçkar, 4 cingiltili var, n, y, d, düzdür. İkinci sözdə isə deməli necə yazıb? 5 kar. Baxaq, x, ş, x, s, t. Bəli, 5 kar, 2 cingiltili, y, bir də d. Bu da doğru fikirdir. Səhv cavab oldu C variantı. 99. Neft çıxarma və neft təmizləmə. F, t, s, t, ş, t, x, t. Samit gələrsə t düşür. Burada t düşür. Olur neft çıxarma. Neft təmizləyəndə də t düşdü. Neft, təmiz, deyən. L-dıya keçir, ə-dəyə keçir. Səhv istəyir. Hər iki sözdə bütün hecalar samitlə başlayır. Neft, çıxarma. Neft, təmizləyən. Bu hər ikisi haqqında düz. Hər iki sözdə vurğu son hecadadır. Neft çıxarma, neft təmizləyən. Bu düz. Birinci söz 4, ikinci söz 5 hecalıdır. Birinci söz 4, neft çıxarma, neft təmizləyən. Bu da düzgün fikirdir. Hər iki sözdə uzun sait yoxdur. Neft çıxarma, bu sözdə uzanma yoxdur. Digər sözə baxaq. Bəli, digər sözdə uzanma yoxdur. Neft təmizləyən. Hər iki sözdə kar samitlərin sayı bərabərdir. Neft çıxarmada f, ç, x, f, ç, x, 3 kar samit var. Neft təmizləyəndə isə f, t, neft təmizləyən 2 kar samit var. Hər iki sözdə kar samitlərin sayı bərabər deyil. Birində 3, birində 2-dir. Səhv cavabı olur E variantı. Sual 100. Fikirlərdən biri səhvdir. Atlas sözü yazıldığı kimi tələffüz edilir. Bəli, atlas yazılır, atlas tələffüz olunur. Bu düzdür. Akkord sözü akkord kimi tələffüz olunur. Bəli, əgər qoşa 2 olar, k tələffüz olunursa, bu zaman biri düşür, digər k ilə tələffüz olunur. Akkord şəklində tələffüz olunur, düzdür. Şəfəq, üfüq tipli sözlər saitlə başına şəkil çardırdıqda həmin sözün son samiti yazıldığı kimi tələffüz olunur. Bəli, alınmalarda saitlə başlayan söz və şəkilçi olanda q olduğu kimi qalır. Bu da düz. İntonasiya və allegoriya sözlərində vurğu 3-cü hecəyə düşür. İntonasiya i-yə vurğu qəbul etmir, i-yadan əvvələ düşür. Allegoriya i-yə vurğu qəbul etmir, əvvələ düşür. Vurğu 3-cü hecədadımı? İntonasiya 3-də, allegoriya 3-də. Bu da doğrudur. Qanad açmaq, qanad çalmaq ifadələrində ilk sözün tələffüzü indi. Sözün sonu BDGC ilə bitəndə d-dan sonra sait gələndə qalır, samit gələndə t-ya keçir. Yəni öz kar qarşılığına keçir. Qanad açmaqda d qalır, amma qanad çalmaqda d t-ya keçir. Eynidir fikri də səhvdir. Biri kar, biri cingiltilidir. Biri qalır, biri dəyişir. Səhv cavab E variantı olur. 100-ə qədər fonetik təhlil ilə bağlı sualları izah etdim, əziz izləyicilər. Növbəti videoda isə 100-dən sona qədər olan sualları izah edəcəm. Əgər videomuzu bəyəndisə, zəhmət olmasa videonu bəyənməyi, eyni zamanda kanala abunə olaraq paylaşmağı unutmayın. Hələlik.